Təxminən bu qədər bəs olacaq. Elə olur ki, hərdən həyəcandan və yaxud da ev çox isti olanda bədən tərləyir. Əgər bədən tərləyərsə, o bizə çox mane olacaq. Ona görə də evdə prisipka varsa, dərini prisipkalayın. Ümumiyyətlə, çox yaxşı olar ki, dezinfeksiya edəsiniz əvvəlcə. Qurudasız yaxşı-yaxşı. Çünki hər hansı bir nəmlik və yaxud da yağlılıq o mane ola bilər işin prosesinə. Ən yaxşı variant dezinfeksiya etmək, spirtli losyonla qurutmaq və prisipkalamaq. Əgər tərləməyəcəksəniz, prisipka eləməyə də bilərsiniz. Amma prisipka olarsa, yüngül prisipka yaxşı olar. Və bir də bir moment var ki, üzdə üz çox həssas dəri olduğu üçün yaxşı olar ki, üzü həmişə prisipkalayasınız. Yəni, baxmayasınız, tər var, yoxdur. Bu bizim artıq fikir verirsiniz tüklərimizdir. Burada dolub pastamızın içinə. Budur bizim tüklərimiz.